Hörmətli izləyicilərim, belə bir möhtəşəm evin təqdimatını aparırıq. Xatırlayırsınızsa, bir neçə gün əvvəl çəkib sizlərə göstərmişdi. Bu evi təmir işləri gedirdi, hazırda təmir işləri yekunlaşıb. 3 sotda inşa olunub, Paket Kutsal Dövlət İpotekasına yararlı evdir. Çox əla qiymətdən təklif olunur. 2 yanaşı evdir, digərində təmir işləri gedir. Bunda isə artıq yekunlaşıb. 2 dost, 2 qardaş gəlib ala bilərsiniz. Xanımların çox arzuladığı evdir. Niyə görə? Böyük mətbəx ölçüsü, böyük yataq otaqları ölçüsü. Evimizin ümumi sahəsi 200 kvadrat metrdən ibarətdir. 850-dən 12-20 ölçülərində tikilib bu ev. Belə bir xarici görünüşü var. Həyətyanı sahə belədir. Girişdə solda besetkası quraşdırılıb. Həyətyanı sahə belə bu qaydada işlənib. Həmişəyaşıl ağaclar əkilib. Yerdən kürsülü evin 1-ci və 2-ci mərtəbəsi monolit betondur. Evin gecə görünüşü xüsusi gözəllik verir. Təmir işləri yekunlaşıb və çox əla qiymətdən satışa çıxıb. 1 və 2-ci mərtəbə monolit beton, dəyərli izləyicilər. 2-ci mərtəbənin yekunda beton kəmər atılıb. Gəlin bu gözəl evin daxili ilə tanış edeyim sizi. Həyətyanı sahə bu qaydadadır. Baxın, gözəl bir həyətyanı sahə var. Gəlin evin daxilinə keçid alaq. Paket Kutsal evdir. Çox əla qiymətdən 137.000 manatdan təklif olunur. Alıcılara təbii ki, endirim olunacaq. Biləşənin işıqlandırılmasına kimi bütün incə nüanslara fikir verilib. Gözəl təmir olunub. Belə xüsusi gözəllik verən dekorlardan istifadə olunub. Evin 1-ci mərtəbəsi beton və istipoldur bütünlüklə. Gəlin sağ hissəylə davam edək. Baxın. Bahalı qapılar, bahalı rüçkalardan istifadə olunub. Bura evin zal hissəsidir. İlk mərtəbənin zal hissəsi. Baxın, dəyərli izləyicilərim, bura evin zal hissəsidir. Elə bəzi xırda işlər qalır ki, onların da hər biri tamamlanıb təhvil veriləcək. Böyük bir pəncərə. Evin öz həyətyanı sahəsinə baxır. Bu evi təmirsiz formada sizə çəkib təqdim etmişdik. Bu da evin təmirli forması. Bütün tikinti keyfiyyətlərinə riayət olunaraq inşa olunub. 4 tərəfdən cüt kubik, 1 və 2-ci mərtəbə monolit beton və mərtəbənin yekunda beton kəmər atılıb. Bura baxın, böyük bir mətbəx sahəsi. Elə təxminən bir 20 kvadrat metrli, 25 kvadrat metrli bir mətbəx sahəsi var. Təxminən 25 kvadrat metrli bir ölçüyə sahibdir. Buradan evin arxa tərəfinə keçid qoyulub, paltar açmaq üçün, kombo aparatının yeri üçün və s. məqsədlər üçün istifadə edə bilərsiniz. Burada belə bir hissə saxlanılıb. Masazırda yerləşir. 6 nömrəli məktəbin yaxınlığı marşrut yolunun, metroya gedən marşrut yolunun 100 metrliyindədir. Burada ilk mərtəbənin sanuzeli yerləşir. Baxın, dəyərli izləyicilər, bura ilk mərtəbənin sanuzeli. 2-ci mərtəbədə isə deməli 3 böyük yataq otağı və sanuzeli yerləşir. Bura kollektor sistemi yığıldığı yer və əlavə əşyalarınızı da bu hissəyə yığa biləcəksiniz. Çox gözəl bir evdir, çox gözəl. Həqiqətən də. Bu deməli, pilləkənimiz bu qaydadadır. Görürsünüz, bu işıq yerlərdə bunların hər birinə lampa quraşdırılacaq. İşıq yerləri qoyulub, damafon sisteminə kimi hər biri hazır vəziyyətdədir. 2-ci mərtəbənin foyası bu qaydadadır. Buradan eyvana çıxış var. Hörmətli izləyicilər, burada eyvan sahəsi. Eyvan sahəsini göstərim sizə. Baxın, burada böyük bir eyvan sahəsi var. Belə bir həyətyanı sahə. Və bu da 2-ci mərtəbənin foyası. Burada isə 3 böyük yataq otağı yerləşir və sanuzel. Burayla davam edək. Burada böyük bir yataq otağı var. Təxminən bir 30 kvadrat metrli yataq otağı var burada. Ümumi sahəsi 200 kvadrat metrdə Paket Kutsal evdə Masazırda 6 nömrəli məktəbin yanında yerləşir. Qiyməti 137.000-dir. Burada da arası 25 kvadrat metrli bir yataq otağı var. Bura isə ümumilikdə 3-cü yataq otağı. Belə bir yataq otağı var. Bura isə evin sanuzeli, 2-ci mərtəbənin sanuzeli. Qiyməti 137.000-də əldə etmək tələsin. Satışdakı ən gözəl evlərdəndir və çox əla qiymətlə satılıb. 3 sot torpağın qiyməti hardan baxsınız 60-70 min var bu ərazidə. 200 kvadrat metrli böyük bir 4 otaqlı ev. Əldə etmək tələsin. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.